Xahiş edirəm, daxil olun. Əlvi çək. Necə icazəsiz? Ya dayan. Gel mənim evimə, gel qalx da mənim evimə. Buna baxayım. Binanın aşağı mərtəbələrində yeni klinika açılacaq və orada radioloji şöbə də fəaliyyət göstərəcək. 3 ay bundan əvvəl bina sakinlərinin eşitdikləri bu xəbər onları xeyli təşvişə salır. Çox keçmir, deyildiyi kimi də olur. Yəni klinika fəaliyyətə başlayır. Elə az əvvəl izlədiyiniz gərginliyə səbəb də budur. Deməli, Bakının Nəsimi rayonu Salatin Əsgərova küçəsində gördüyünüz bu 14 mərtəbəli binada yaşayan ailələr hazırda işləyən klinikanın fəaliyyətinin onların sağlamlığı üçün ciddi təhlükə olduğunu deyirlər. Bunu səbəb olaraq klinikada fəaliyyət göstərən radiologiya şöbəsi ilə əsaslandırırlar. Hələ üstəgəl klinikaya məxsus havalandırma sistemindən gələn səs-küy sakinlərin gecələr olan rahatlığını da ərişə çəkir. Hər halda çəkiliş zamanı üzləşdikləri vəziyyətdən dad edən binada yaşayanlar belə deyirdi. Və həmin o havalandırma sistemi işləyəndə çox güclü səslər və vibrasiya verir və sakinlərin asudə və istirahəti tam pozulub. Yəni bunu bizə demişdilər ki, bunun altında bu evi verəndə mən heç burada istəmirdim ev alım. Dedi ki, hər şey yaxşı olacaq şəhərimə. Mənə deyirdi ki, sizi mən həyatınızı riska qoyacağam, kimi gəldi verəcəyəm. Müsahiblərimlə söhbət zamanı o da aydın olur ki, onlar tək bu klinikadan yox, binanı dövrəyə alan daha 4 klinikanın fəaliyyətindən xeyli güləygüzar edirlər. Biz istəmirik, bizim həyatımız riskdədir. Ha bu şüalanmadır da, səsdən yatmaq olmuruq, şüalanmadır. O pul qazanacaq, eləyəydin orada, o klinikanı eləyəydin orada. 3 dənə dentaldır, 2 dənə klinika, böyük klinika özdə. Bu 5 dənə 653, 4 dənə binanın arasında 5 dənə klinika ola bilər. Sakinlərin dediklərindən belə başa düşürəm ki, onlar bu narazılıqları ilə bağlı dəfələrlə binanı təsis edən şirkət Pilot AMTK-ya müraciət edib narazılıqlarını bildirsələr də konkret bir cavab ala bilməyiblər. Dedik bir də biz ilk olaraq binanı inşa edən tikinti şirkəti ilə əlaqə yaratdıq da. Müsahibə verməkdən bir mənalı olaraq boyun qaçıran bina rəhbərliyi dedi ki, bizim bu məsələyə uzaqdan yaxından əlaqəmiz yoxdur. Onun klinika kimi fəaliyyət göstərib göstərməyəcəyi qərarını biz yox, məsul qurumlar verir. Odur ki, işin əslini öyrənmək üçün ittihamların tuşlandığı ünvan olan Harmony Health Hospital-a tərəf yaxınlaşdıq. Bizi ilk əvvəl qapıda qarşılayan, özünü texniki şöbənin əməkdaşı olaraq təqdim edən bu şəxs sakinlərin və bizim suallarımızı cavablamaq üçün məsul şəxslərin hazırda klinikada olmadığını və bu məsələdən çoxdan xəbərdar olduqlarını bildirdi. Elə fikrini təzəcə tamamlamışdı ki, klinikadan dad edən şikayətçi bina sakinləri ilə əməkdaş arasında olanlar oldu. Mən evimdə rahat dincəlmək istəyirəm. Niyə